Salam, mən Daşqın Adgözəlov. Bu gün sizə idarəetmə uçotu fənnindən idarəetmə uçotunda istifadə olunan əsas anlayışları izah etməyə çalışacağam. İlk öncə idarəetmə uçotu müəssisə daxilində idarəetmə qərarlarının qəbulunu dəstəkləmək üçün maliyyə və qeyri-maliyyə məlumatlarının toplanması, təhlili və təqdim olunması prosesidir. Bu uçot növü əsasən daxili istifadə üçün nəzərdə tutulur. Mühasibat uçotundan fərqli olaraq vergi və ya xarici hesabatlar üçün deyil, əsasən daxili istifadəçilər üçün, yəni menecerlərin gündəlik qərar vermə ehtiyaclarını ödəmək üçün aparılır. Bəs menecerlərin fəaliyyət metodları hansılardır? İlk öncə planlaşdırma. Planlaşdırma, fəaliyyətin seçilməsi və onun necə icra olunacağını əvvəlcədən müəyyən olunmasını əks etdirir. Bu alternativlərin müəyyən olunması və onlar arasında ən səmərəli olanının seçilməsindən ibarətdir. Planlaşdırma, müəssisənin gələcək fəaliyyəti ilə bağlı məqsədlərin müəyyən olunması və bu məqsədlərə necə çatılacağının yollarının hazırlanması prosesidir. Bu idarəetmə prosesinin ilk və təməl funksiyasıdır. Planlaşdırmanın əsas məqsədi gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, resurslardan səmərəli istifadə etmək, riskləri planlaşdırmaq və onları idarə etmək və fəaliyyətin səmərəliliyini artırmaqdır. Planlaşdırmanın 3 növü var ki, bunlara strateji planlaşdırma, taktiki planlaşdırma və operativ planlaşdırmanı göstərmək olar. Strateji planlaşdırma daha çox uzun müddətli məsələlərin həllində istifadə olunur və 5-10 il müddətində hazırlanır. Taktiki planlaşdırma isə orta müddətli planlardır. Məsələn, əgər müəssisə yeni məhsul buraxılışı həyata keçirəcəksə, bu zaman bu planlaşdırma növündən istifadə edə bilər və bu planlaşdırma növünün müddəti 1 il, 3 il arası dəyişir. Və nəhayət sonuncu planlaşdırma növü operativ planlaşdırmadır ki, bu da gündəlik, həftəlik və aylıq iş planlarıdır və gündəlik, həftəlik və aylıq problemlərin və məsələlərin həlli üçün istifadə olunur. Planlaşdırmanın bir neçə mərhələsi də vardır ki, bunlara birinci mövcud vəziyyətin təhlili, ikinci məqsədlərin müəyyən edilməsi, üçüncü alternativ variantların hazırlanması, 4 ən uyğun planın seçilməsi, 5 planın həyata keçirilməsi və monitorinqi. İkinci təşkil etmə və motivasiya. Təşkil etmə müəyyən olunmuş planların icrası üçün təşkilati strukturun qurulması və vəzifə bölgüsünün və məsuliyyətin müəyyən olunması prosesidir. Təşkil etmənin əsas məqsədi resursların məqsədlərə uyğun şəkildə bölüşdürülməsi, işçilər və bölmələr arasında səmərəli əməkdaşlığın yaradılması, iş axınının koordinasiyasını təmin etmək. Təşkil etmənin əsas mərhələlərinə gəldikdə isə, birincisi fəaliyyətin qruplaşdırılması, ikinci vəzifə və səlahiyyət bölgüsü, 3 əlaqələndirmə, dördüncüsü isə resursların paylanması. Motivasiyaya gəldikdə isə, motivasiya işçilərin fəaliyyətə təşviqi və onları müəyyən məqsədlərə çatmağa sövq edən daxili və xarici amillərin idarə olunması prosesidir. Motivasiyanın məqsədlərinə gəldikdə isə, işçilərinin iş prosesində performanslarını artırmaq, işə bağlılığı gücləndirmək, işçilərin məmnuniyyətini təmin etmək və işçi dövriyyəsini azaltmaqdan ibarətdir. Motivasiyanın əsasən 2 növü vardır: daxili motivasiya və xarici motivasiya. Daxili motivasiya şəxsi maraq, özünü ifadə və inkişaf arzusunu özündə əks etdirir. Xarici motivasiya isə maaş, mükafat, bonus, vəzifə yüksəlişi və s. göstərmək olar. Və ən son nəzarətə gəldikdə isə, nəzarət planlaşdırılmış fəaliyyətlə faktiki nəticələrin müqayisəsi,
düzəldici tədbirlərin görülməsi prosesidir. Planların icrasını təmin etmək, səmərəliliyi artırmaq, riskləri vaxtında aşkarlamaq, şəffaflıq və hesabatlılıq yaratmaq nəzarətin əsas məqsədləri hesab olunur. Nəzarətin əsas mərhələlərinə gəldikdə isə standartların və göstəricilərin müəyyən olunması, faktiki nəticələrin toplanması, müqayisə və təhlil və düzəldici tədbirlərin həyata keçirilməsidir. Uçotun aparılma metodlarına gəldikdə isə maliyyə uçotu və idarəetmə uçotu üzrə uçotun aparılma metodları əsasən maliyyə uçotunda ikili qeydiyyat üsulu ilə həyata keçirilir. İdarəetmə uçotunda isə bunların sayı müxtəlifdir. Belə ki, büdcələşdirmə, xərclərin təhlili, mənfəətliliyin hesablanması və digər metodlar idarəetmə uçotunda istifadə olunur. Maliyyə və idarəetmə uçotunun uçot obyektlərinə gəldikdə isə maliyyə uçotu və idarəetmə uçotu mühasibat sisteminin əsas iki sahəsidir və hər iki sahə müəssisənin fəaliyyətini əhatə etsə də, onların obyektləri, yəni uçot aparıldığı sahə və göstəricilər fərqlidir. Belə ki, maliyyə uçotu müəssisənin xarici istifadəçiləri üçün, yəni vergi orqanları, investorlar, kreditorlar, dövlət və s. maliyyə vəziyyətini əks etdirən, rəsmiləşdirilmiş və standartlara uyğun uçot sistemidir. Maliyyə uçotunun əsas obyektləri, əsas vəsaitlər, yəni burada binalar, avadanlıqlar, nəqliyyat vasitələri, növbəti dövriyyə vəsaitləri, yəni xam mal, yarımfabrikatlar, hazır məhsul, pul vəsaitləri, maddi olmayan aktivlər, lisenziyalar, patentlər, kapital, öhdəliklər, gəlirlər, xərclər, mənfəət, nağd pul axınları, debitor və kreditor borclarını göstərmək olar. İdarəetmə uçotunun uçot obyektinə gəldikdə isə müəssisə daxilində menecerlərin qərar vermə ehtiyaclarına uyğun olaraq formalaşdırılan daxili uçot sistemidir. Standartlara tabe deyil və müəssisə rəhbərinin həyata keçirdiyi siyasətə uyğun formalaşdırılır. Daha çevik və detallıdır. Belə ki, burada idarəetmə uçotunun əsas obyektləri xərclər, yəni məhsul üzrə, şöbə üzrə, fəaliyyət növü üzrə ayrılmış xərclər hesab olunur. İkincisi, qiymətin özünə dəyəri, yəni məhsul və ya xidmətin maya dəyərinin hesablanması metodları burada öz əksini tapır. Növbəti büdcələr və planlar, yəni gəlir, xərc və investisiya büdcələri buraya aiddir. Məhsuldarlıq göstəriciləri, yəni işçi və ya bölümü üzrə məhsuldarlığı göstərmək olar. Mənfəətlilik, əlavə gəlir və xərclər, istehsal həcmi və gücü, işçi performansı, xərc mərkəzləri və məsuliyyət mərkəzləri buraya aid edilir. Müəssisənin təşkilati strukturu və qərarların qəbulu prosesinə gəldikdə isə təşkilati struktur müəssisə daxilində fəaliyyətlərin bölüşdürülməsi, vəzifələrin və səlahiyyətlərin planlaşdırılması, idarəetmə səlahiyyətlərinin və əlaqələrinin müəyyənləşdirilməsi sistemidir. Təşkilati struktur müəssisənin məqsədlərinə çatması və onun effektiv şəkildə fəaliyyət göstərməsini təmin edir. Təşkilati struktur işlərin funksiyalar üzrə bölgüsü, səlahiyyət və məsuliyyətlərin aydın şəkildə təyini, əlaqələndirmə və nəzarət mexanizminin qurulması, idarəetmənin çevik və səmərəli şəkildə təşkili, qərarvermə prosesinin asanlaşdırılması və s. özündə birləşdirir. Təşkilati strukturun bir sıra növləri var. Belə ki, funksional struktur. Bu funksional struktur əsasən fəaliyyətlər funksiyalar üzrə qruplaşdırılır. Yəni satış, istehsal, maliyyə, kadrlar öz sahələrinə və həyata keçirdikləri funksiyalara görə müəyyən olunur. Hər şöbə öz ixtisaslaşdırılmış sahəsinə cavabdehdir. İxtisaslaşma və nəzarətin asanlığı daha əlçatandır. Mənfi cəhətinə gəldikdə isə burada bölmələr arasında əlaqələrin zəifliyini göstərə bilərik.
Hər bir müəssisənin fəaliyyətinin effektiv şəkildə həyata keçirilməsi üçün istehsal, satış, maliyyə və insan resursları departamentinin olması mütləqdir. İdarəetmə uçotunda konsepsiyalar müəssisənin resurslarından maksimum fayda əldə etmək üçün istifadə olunan müasir idarəetmə yanaşmaları və nəzəri əsaslarıdır. Bu konsepsiyalar xərclərin azalması, məhsuldarlığın artırılması, keyfiyyətin yüksəldilməsi və qərarların dəstəklənməsi məqsədi ilə tətbiq olunur. Biz aşağıda idarəetmə uçotunda geniş istifadə olunan 4 əsas konsepsiya haqqında ətraflı məlumat verəcəyik. Birincisi, just in time, yəni dəqiq vaxtında istehsal konsepsiyası. Ambarda stok saxlamaq əvəzinə materialların və malların yalnız tələbat olduqda, lazım olan anda əldə edilməsini nəzərdə tutur. Əsas məqsədi ehtiyatların minimuma endirilməsi, israfın azaldılması və proseslərin daha sürətli hala gətirib çıxarmasıdır. Xüsusiyyətləri isə ondan ibarətdir ki, burada ambar xərcləri azalır, keyfiyyət problemləri dərhal ortaya çıxır, tədarükçülərlə sıx əməkdaşlıq həyata keçirilir, əməliyyatların fasiləsiz və vaxtında aparılması əsas hesab olunur. İdarəetmə uçotunda minimum stok səviyyələrinin tətbiqi və xərc analizlərinin vaxtında aparılması, mövcud ehtiyatlara görə xərclərin təhlilində bu konsepsiyadan istifadə olunur. İkinci konsepsiyaya gəldikdə isə tam keyfiyyət menecmenti. Tam keyfiyyət menecmenti təşkilatın bütün işçilərinin bütün proseslərdə davamlı şəkildə keyfiyyəti artırmaq məqsədi ilə iştirak etdiyi sistemli yanaşmadır. Əsas prinsipləri müştəri yönümlü olmasıdır, davamlı təkmilləşməsidir, komanda işi və əməkdaşlıq burada ön plandadır, faktlarla əsaslanan qərar vermə qabiliyyətinin olması, idarəçilərin liderliyi və dəstəyinin olması. Tətbiq sahələri əsasən keyfiyyət xərc analizi, qüsurlu məhsul səbəblərinin araşdırılması, proses performanslarının monitorinqi, müştəri məmnuniyyətlərinin ölçülməsi aiddir. Üçüncü nəzəriyyəyə gəldikdə isə burada məhdudiyyətlər nəzəriyyəsidir. Müəssisənin məqsədlərinə çatmasının qarşısını alan əsas maneələri müəyyənləşdirib, onu təkmilləşdirməyə yönəlmiş idarəetmə konsepsiyasıdır. Hər bir sistemin fəaliyyətini məhdudlaşdıran az sayda amil olur. Bu məhdudiyyətlər tapılıb, aradan qaldırılarsa, ümumi performans daha da yaxşı həyata keçirilər. Məhdudiyyətlər nəzəriyyəsinin əsasən 5 mərhələsi mövcuddur. Birinci, məhdudiyyətin müəyyən olunması. İkinci, məhdudiyyətdən maksimum istifadə olunması. 3. Bütün sistemi məhdudiyyətlə uyğunlaşdırmaq. 4. Məhdudiyyəti aradan qaldırmaq. 5. Yeni məhdudiyyətlərin olub-olmamasını yoxlamaq. Məhdudiyyətlər nəzəriyyəsinin tətbiq sahəsi isə istehsalatda boğaz proseslərinin aşkarlanması, layihə idarəçiliyi və səbəb-nəticə analizlərini göstərmək olar. Məhdudiyyətlər nəzəriyyəsinin idarəetmə uçotunda roluna gəldikdə isə məhdudiyyətin yaratdığı xərc və gəlir itkisini ölçmək, resurs bölgüsünü optimallaşdırmaq, marjinal mənfəətin maksimallaşdırılması aiddir. İdarəetmə uçotu və onun aparılmasının zərurliyinə gəldikdə isə idarəetmə uçotu bir müəssisədə daxili məsələlərin həllində, yəni məhsul və xidmətlərin mayə dəyərinin hesablanması, xərclərə nəzarətin həyata keçirilməsi və gələcək planlarının qurulmasını həyata keçirir. Məhsulun və xidmətlərin mayə dəyərinin hesablanması əsasən idarəetmə uçotu sistemində müəssisədə istehsal olunan məhsul və xidmətlərin mayə dəyərinin hesablanması üçün əsas vasitədir. Bu, müəssisənin gəlirliyini və rəqabət qabiliyyəti üçün əsas hesab olunur. Məhsulun mayə dəyərinin hesablanması zamanı
bir sıra metodlardan istifadə olunur. Xərclərə nəzarət sistemi xərclərə idarəetmə uçotunda xərclərin izlənməsi və nəzarət edilməsi üçün bu sistem olduqca vacibdir. Bu müəssisənin xərclərini optimallaşdırmaq və gəlirliyini artırmaq üçün əsas vasitədir. Gələcək planlarının qurulması. İdarəetmə uçotu sistemi müəssisənin gələcək planlarının qurulması üçün də vacib hesab olunur. Bu, müəssisənin gələcək fəaliyyətini proqnozlaşdırmaq və riskləri minimuma endirmək üçün kömək edir. İdarəetmə uçotunun əsas vəzifəsi müəssisə rəhbərliyinə daxili qərarların qəbulunu dəstəkləyən, dəqiq, vaxtında və təhlil olunmuş məlumatları təqdim etməkdir. Bu vəzifə çərçivəsində idarəetmə uçotu müəssisənin planlaşdırma, təşkilat, motivasiya və nəzarət funksiyalarına xidmət edir. Resurslardan maksimum səmərəli istifadəni təmin edir. Əsas vəzifələri birincisi qərar vermənin informasiya təminatıdır. Rəhbərlik üçün məhsulun maye dəyəri, qazanc marjaları, xərclərin strukturu kimi məlumatları hazırlayır. İkincisi, alternativ qərarların müqayisəsini aparır. İkinci əsas vəzifəsi isə xərclərin təhlili və nəzarətdir. Xərclər məhsul, şöbə, proses və fəaliyyət üzrə bölünərək təhlil edilir. Plan və fakt arasında kənarlaşmalar aşkarlanır. Səmərəsiz sahələr müəyyənləşdirilir. Üçüncü əsas vəzifə isə büdcələmə və planlaşdırmadır. Büdcələmə müxtəlif sahələr üzrə gəlir və xərc büdcələri hazırlanır. Büdcənin icrası izlənir və nəticələr təhlil olunur. Dördüncü vəzifə isə performansın, fəaliyyətin qiymətləndirilməsidir. Şöbə və ya menecer üzrə məsuliyyət mərkəzləri yaradılır. Əsas fəaliyyət göstəriciləri və investisiya gəliri kimi meyarlar, nəticələr ölçülür. Resurslardan səmərəli istifadə 5-ci əsas vəzifəsidir ki, resursların harada və necə istifadə olunduğunu təhlil edir. İsraf və itkilərin qarşısı alınır. Altıncısı, daxili hesabatlılığın təmin edilməsi. Gündəlik, aylıq və ya illik hesabatlar hazırlanır. Rəhbərliyin qərar vermə və nəzarət imkanları artırılır. Maliyyə uçotu və idarəetmə uçotunun fərqli cəhətlərinə gəldikdə isə, maliyyə uçotu müəssisənin xarici istifadəçiləri üçün maliyyə vəziyyətini və nəticələrini standartlara uyğun şəkildə sənədləşdirmə və hesabatlaşdırma prosesidir. İdarəetmə uçotu isə müəssisənin daxili istifadəçiləri üçün qərar verməyə dəstək məqsədi ilə xərc, gəlir, büdcə və performans kimi məlumatların təhlili və təqdim olunması prosesidir. Məqsədlərinə gəldikdə isə maliyyə uçotu kənar istifadəçilər üçün hesabatlar hazırlamaq, idarəetmə uçotu isə daxili qərarların verilməsi üçün dəstək vermək. İstifadəçilər idarəetmə uçotunda əsasən menecerlər, rəhbərlər hesab olunur. Maliyyə uçotunda isə investorlar, vergi orqanları, dövlət hesab olunur. Tənzimləmə mexanizminə gəldikdə isə standartlara əsasən tənzimlənir maliyyə uçotu. İdarəetmə uçotu isə heç bir beynəlxalq standartla məhdudlaşmır. Əsasən məlumat növləri maliyyə uçotunda tarixi məlumatlardır, yəni keçmişə əsaslanır. İdarəetmə uçotunda isə gələcəyə yönəlmiş məlumatlar və proqnozlar öz əksini tapır. Hesabat forması maliyyə uçotunda standartlaşdırılmış hesabatlardır. İdarəetmə uçotunda isə rəhbərliyin istədiyi formada hazırlanan hesabatlardır. Mühasibat sistemi ilə əlaqəsinə gəldikdə isə maliyyə uçotunda rəsmi və hüquqi əsaslıdır. İdarəetmə uçotunda isə daxili analitik sistemlərlə daha çox bağlıdır. Auditə gəldikdə isə maliyyə uçotu auditdən keçir. İdarəetmə uçotunda adətən audit olmur. Müasir dövrdə biznes mühiti sürətlə dəyişir.
Texnoloji yeniliklər, qlobal rəqabət, iqtisadi qeyri-müəyyənlik, müştəri davranışlarında dəyişikliklər və davamlılıq tələbləri müəssisələri daha çevik və məlumat yönümlü idarə etməyə məcbur edir. Biznes mühitində əsas qloballaşma, rəqəmsallaşma və texnoloji inkişaf, rəqabətin artması, müştəri yönümlülük, davamlılıq və sosial məsuliyyət əsas hesab olunur. Qloballaşma müəssisələr bir neçə ölkədə fəaliyyət göstərir, xarici valyuta, vergi və hüquq sistemləri ilə fəaliyyət göstərirlər. İdarəetmə uçotu ölkələr arası müqayisəli analizlərə və çox valyutalı büdcələşməyə yönəlir. İkincisi, rəqəmsallaşma və texnoloji inkişaf. Süni intellekt kimi texnologiyalar idarəetmə uçotunda real vaxtda məlumat hesabamaq və təhlil etməyə imkan verir. Ənənəvi hesabatların yerini dinamik hesabatlar və interaktiv hesabatlar tutur. Rəqabətin artması müəssisələr xərcləri daha dəqiq analiz etmək, qiymət strategiyasını optimallaşdırmaq və resurslardan səmərəli istifadə etmək məcburiyyətindədir. İdarəetmə uçotu, fəaliyyət əsaslı xərclərin uçotu və marjinal analiz kimi metodları tətbiq edir. Müştəri yönümlülük, istehlakçı tələbləri sürətlə dəyişir, fərdiləşmiş xərclərə ehtiyac artır. İdarəetmə uçotu məhsul səviyyəsində mənfəətlilik, segment analizi və müştəri dəyərinin təhlili ilə qərar verməni dəstəkləyir. Davamlılıq və sosial məsuliyyətə gəldikdə isə şirkətlər və ekoloji sosial məsuliyyət hesabatları hazırlayır. İdarəetmə uçotu artıq ekoloji xərcləri, yaşıl büdcələnməni və qeyri-maliyyə göstəricilərini əhatə edir. Bugünkü idarəetmə uçotu fənnindən mövzumuz bu qədər. Diqqətinizə görə minnətdaram.